hamı ilə özünü ağıllı sayır. Sizdən bir səmimi sual soruşuram. Olubmu biri ağılda bir-birini müqayisə eləsin? Həmişə istəmişik ki, özümüzü üstün göstərək. Sizdən soruşacağım söz budur ki, ağıl yarışında, məsələn, o ağıllıdır, mən də çalışım ağıllı olum deyə, hamı ilə özünü ağıllı sayır. Öz ağılını ilə hər kəsdən üstün sayır. Ona görə bizə ayət-i şərifədə Allah Taala buyurur ki, "Fastabiqul xeyrat." Çalışın xeyir işlərdə bir-birinizlə neyləyin? Yarışın. İlallahi merci'ukum cemi'a. Çünki sizin hər birinizin dönüşü qayıdışı Allahadır. Hər gün əslində bizim üçün bir fürsətdir, amma biz çoxlarımız görə-görə, baxa-baxa, bilə-bilə o fürsətləri əlimizdən veririk. Vaxtı itirməmək əslində axirətdə haqqı əldə etməyin bir yoludur. Yəni insan vaxtın dəyərini bilib qazanırsa, əslində axirəti üçün bir savab əldə edir.